Növbəti reportajımız Vətən Savaşının qəhrəmanlarından şəhid gizir Cavid Sahratov haqqındadır. Cəsur tankçını bütün Azərbaycan döyüşlərdəki şücaəti ilə yanaşı həm də anasının çiyinlərində son mənzilə yola salınmaqla tanındı. Bu, ön cəbhədə olan oğullara mənəvi güc verdisə, düşmənə də sərt şillə oldu. Bununla dünya da gördü ki, belə analar olan yurdu məğlub etmək mümkün deyil. Yardımından hazırlanan reportaj izləyək. Vətən Savaşının ən təsirli tablosu. Üç rəngli müqəddəs bayrağa sarılan tabut, içərisində vətən boyda qeyrət yatan tabut və bir də 9 ay bətnində daşıdığı, beşiyini yerlədiyi balasının cənazəsini çiynində son mənzilə aparan ana. Anaya bax ilahi, oğlunu öz əli ilə sənin səltənətinə ərmağan göndərir. Öz şəhid övladının tabutunu çiynində daşıyaraq məğrur duruşu ilə son mənzilə yola salan Səkinə ananın qapısındayıq. Yardımlı rayonunun Əsədabad kəndində yaşayan. O ana ki, etdiyi bu hərəkət mənfur, iyrənc ermənilərin beyninə atılan bir atəş oldu. Belə anaları olan torpaq, vətən heç bir zaman bölünməz. Gəlin bu ailəni birlikdə tanıyaq və dünyaya tanıdaq. Bəli, dünyaya tanıdaq. Qoy dünya görsün ki, bu torpağın anası övladını vətən uğrunda qurban verər. Amma əyilməz, dik dayanar. Mən oğullarımın hamısını böyütmüşəm vətən üçün, vətən yolunda. Hamısı əskərliyin çəkiblər. Cavid kimi oğullarına mən fəxr eləyim. Onlar hamısı mənim balamdır, hamısı. Necə gözəl oğul olub mənə qızım. Həm gözəl, həm də igid oğul olub gizir Cavid Sahratov. Ondan başqa bu evdə daha 5 oğul böyüyüb. Cavid zabit qardaşı Səbuhi kimi vətənə xidməti seçib. Ana, mən də həyatımı hərbə bağlamaq istəyirəm deyib. 39 yaşlı qəhrəmanımız tankçı idi. Beş yaşı vardı, onda qızım 5 yaşı. Bulaqdan onu mən başımda ləyəndə gətirmişəm. Tabutu da həyata gəldi. Dedim, Cavidin tabutu mənim başıma qoyun. Son mənzilə də başımda aparım Cavidi. 16 il vətənə xidmət edən Dəmir adlı cəngavər aprel döyüşlərinin də iştirakçısı idi. Vətən savaşında ən qaynar cəbhələrdə düşmənə sözün əsl mənasında od qoydu. Atalar çiynində qəhrəman oğlu, analar bətnində şəhid böyütdü. Vətəndən yol aldı, vətəni üçün gedənlər bayrağa dönüb qayıtdı. Gecə mənə zəng gəldi. Götürdüm telefonu, açdım, bacım oğlu Şuşanın ən yüksək zirvəsində dedi, tonqal qalayıb oturmuşuq. Dayı, biz qələbə çaldıq. İndi mən sevincimin həddi-hüdudu olmadı. Durub bütün ailəmi oyatdım. Bala, Allaha şükür müharibə qutardı, biz qələbə çaldıq, Cavidin qanın əskər yoldaşları aldı. Ananın da sevinci yerə göyə sığmır. Deyir, balamın qanının qarışdığı vətən torpağı nəhayət azaddır. Cavid mənim yuxuma həmən gün girdi. Balacanı gördüm, maşından düşdü, həyətdə gəldi. Yəni sevincindən güləydi. Şəhid anaları, başınızı dik tutun mənim kimi. Onlar ölməyiblər, onlar şəhiddirlər. Allah onların ruhun, nə deyim, nurla doldursun. Belə oğullar böyütmüşük. İndi bu evdə Caviddən geriyə xoş xatirələri, bir də 3 yadigarı əmanət qalıb. 2 oğul, 1 qız övladı. Mən atamdan fəxr edirəm. Mən bilirəm ki, atam erməniləri dağıdacaq. Nə oldu Paşinyan? Atam səni qovdu. Cavid kimi oğulların sayəsində düşməni torpaqlarımızdan qovmağı bacardıq. Onların hər birinin qəhrəmanlıq dastanı gənc nəsillərə örnəkdir. Ömür yolları ölkənin ayrı-ayrı rayonlarından başladı. Əzəli torpağımız olan Qarabağda başa çatdı. Qarabağ taleylərini birləşdirdi Cavid kimi oğulların. Mən fəxr edirəm onlarla. Bütün şəhidlərimizlə bəli fəxr edirəm.
Onlara cavab oldu da bizim qələbəmiz. Anamın onu öz oğlunu tabutunun çiynində aparmağı şəhidimizə verilən qiymətdir. Əslində şəhidimizin nə qədər uca zirvələrdə olduğunu göstərir bu. Çünki analarımız bizim ən müqəddəs yerimizdir. Analarımız bizim ən müqəddəsimizdir. Ən uca başımızın tacıdır. Amma şəhidimizi artıq anamız baş tacı elədi, göylərə qaldırdı. Bu bizim əlbəttə qürurdur. Belə analar olduğu müddətcə Azərbaycan xalqında bu qədər analar olduğu müddətcə bu xalqa nə bir qarış, nə bir santimetr torpağın belə heç bir kəs ala bilməz. Günel Habil qızı, Pərvanə Əhməd qızı, Rövşən Məmmədov, xəbərlər.